Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Vitamin filminin rejissoru Faiq Nağıyev xalq artisti Nayibə Allahverdiyevanın pulunu vermək istəmir. Xəbər verilir ki, bu barədə açıqlamasında xalq artisti Nayibə Allahverdiyeva bildirib. Aktrisanın sözlərinə görə, sözgedən filmə çəkilmək üçün ona 1700-2000 manat qonorar vəd olunub. Faiq də mənə əlavə cib xərci olaraq 500 manat verəcəyini bildirdi. Dedim müqavilə bağlayaraq razılaşdı. Səhər tezdən müqavilə bağlamadan zəng vurdu ki, gedirik çəkilişə. Getdik, indi də pulumu vermək istəmir. Mənə deyir ki, 500 manat verəcəyəm. Mən onun üçün nəyəm? Buradan rayona tanınmayan aktyor və aktrisa belə günü 100 manata çəkilişə getməz. Anlaya bilmirəm. O məni nə sayır? Xalq artistiyəm mən, tanınmış bir aktrisayam. Bunu belə qoymayacağam. Rejissor Faiq Nağıyev isə bu ittihama razılaşmır. İlk gündən Nayibə Allahverdiyeva 500 manat verəcəyimi dediyini bildirir. Hamıya verəcəyim pulun miqdarını dedim. Dedim 500 manata gücüm çatır. Bunu da cib xərcliyi kimi verirəm. 20-22 nəfərin bir yerdə olması hamısı maliyyə tələb edir. Nayibə xanım mənim işimi yarımçıq qoyub. Senaryoda onun çəkilişləri var idi, amma yarımçıq qoydu, çəkilmədi. Məcbur olub ona görə ssenarini dəyişdim. İndi də mənə deyir ki, 1700 manat verməlisən. Xeyri ola, bu hansı qanundan yazılıb? O mənim işimi yarımçıq qoyduğundan 250 manat pul verəcəyəm. Haraya istəyir müraciət etsin.